ayəsində buyurur ki, əgər onlar fəqir olsalar, kasıb olsalar, Allah öz fəzlindən onları nədir? Varlandırar. Bu ayə o şəxslər üçün kifayətdir ki, qorxsunlar ki, maddi cəhətdən sıxıntıda olacaqlar. Təbii ki, şərhdə yazmamışdan əvvəl mən cavablandırım. Bəzi qardaşlar sual eləyəcəklər ki, məsələn, bu ayə o demək deyil ki, siz evləndikdən sonra çox böyük bir miqdarda pul sahibi olasınız, ticarətçi olasınız. Xeyr, öz üzərinizdə halal yolla işləsəniz, çalışsanız, təlaş eləsəniz, Allah da nədir? Öz sözünün cavabdehdir. Öz sözünə nədir? Yerinə yetirməkdə sizə kömək eləyəcək. Amma bu o demək deyil ki, bu ayə mən evləndim, sabah çox sərvətim olsun, imarətim olsun. Belə bir şey deyil. Burada Allah